Qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericiliyə dəyişiklik edilir. Məcburi köçkün statusu yenidən tənzimlənir, anlayışlar dəyişir. Çalışacağım bunu qısa formada sizə izah edim. Deməli, əzizləyicilər, Milli Məclisə bu barədə artıq qanun layihəsi təqdim olunub. Hal-hazırda komitə iclasında bu məsələlər müzakirə olunub. Deputatların da açıqlaması olacaq. Dəyişiklik nədən ibarətdir? Hazırki qanuna görə əgər məcburi köçkünə azad olunmuş ərazilərdə ev verilirsə, fərqi yoxdur, azad olunmuş və ya digər ərazilərdə. Yəni evinin əvəzinə ev verilirsə, həmin şəxs məcburi köçkün statusunu dəyişir, yəni itirir və onun sosial müdafiə tədbirləri deyək dövlətin var, onlarla əhatə olunur. İndiki qanunda həmin evlərdən, yəni qayıtmaqdan deyək ki, kimlərsə imtina etdisə, bu zaman o statusunu itirmirdi. Lakin yeni qanuna əsasən, əgər vətəndaş məcburi köçkün həmin evdən imtina edərsə, dövlətin ona təklif elədiyi azad olunmuş ərazilərdəki evdən imtina edərsə, bu halda da həmin şəxs məcburi köçkün statusunu itirəcək. Ümumiyyətlə isə Böyük Qayıdış proqramı çərçivəsində azad olunmuş ərazilərə qayıdan və evlə təmin olunan şəxslər məcburi köçkün statusunu itirsə belə, həmin şəxslər 3 il müddətinə sosial müdafiə tədbirləri ilə əhatə olunacaq. Növbəti videoda hansı sosial müdafiə tədbirləri, yəni sosial müdafiə tədbirləri dedikdə nələr nəzərdə tutulur, hansı güzəştlər nəzərdə tutulur, bunları da sizin nəzərinizə çatdıracağam.